Salam kızlar. Üzümüze bakın başlamamızdan önce tonirle üzümüzü silək. Marka Lamel markası. Dərini gözəl silək və nəmləndirək. Sonra üzərindən serum vururuq. Hamısının arasında müəyyən bir vaxt olmalıdır. Heç olmasa 5-10 dəqiqə. Kremimizi vururuq. Göz altısından istifadə edəcəm. İkinci, deməli, kanalindən əvvəl parıltı zonalarımıza Charlotte Tilbury'nin highlight effekti kanalisindən istifadə edirəm. Charlotte'dan üzümə vuracağım. Kanalimiz dəridə nə çox artıq, nə də əskik olmalıdır. Konturlardan kızlar özüm üçün en çok beğendiğim Lancome firmasıdır. Çünkü çok fresh, yumuşak olur. Ama böyle yüzlerde daha keskin kontur salmak için Anastasia seviyorum. Konturumu biraz, üzüm çok yumru, kök olduğu için biraz keskin salıram. İçekten ağza doğru. Dudağımın alt üst tarafına kölge salmalıyım. Bunu dikelemek istedim. Göz hissəm dərində olduğuna görə çox dibə qədər gəlmirəm. Daniel Laura concealer, çox bəyənirəm concealeri. Face-up effekti verir gözün altında. Allıqdan istifadə edəcəm. Sadəcə dəri fresh olmasını istəyirəm. Ona görə Tarte markası. Əslində əllə tutturanda konsilerləri həmişə daha çox gözəl olur. Kəsişdiyi nöqtəsində yumuşatmalıyam. Alt tərəfə, kontur tərəfə kəskin qalsa da konsiler tərəfə yumuşaq çıxış olunmalıdır. Bu tərəfində də qurudaq, çox qurutmaq istəmirəm. Çünki yaşa görə qırışlar da görsənə bilər çox quruyanda. Qaşlarımıza gələk. Qaşlarımıza Anastasia qaş sabitlerim. Qaşlarım görürsünüz ki kızlar çok ince, az. Qaşları tüklər dəriyə yapışana qədər daramalıyıq. Çox az qurudacağım. Çünkü bilirsiniz həm yaşa görə, həm də islaq qalmasını istəyirəm. Yaşa görə də çox qırışdı dərini. Şunlar tabii qalsın. Bir kaşımı çektim. Renk tonuna uygun olur. Biraz daha highlighter vuracağım. Elle vuranda daha kişi parlıyor. Elle vuranda daha geçe parlıyor ama eli deriye çok hüngür basmalıyıq ki parıltını almasın. Orta tərəfə yumuşaq, kontur kəskin qalmasın deyin. Yumuşaq keçid edirəm. Penimiz Tom Ford markasıdır və fırçamızın formu olarak diqqət edin. Forması mənə çox yardımcı olur. Yerinə qoydum və pompa elədim. Və fırçanın üzünü çevirərək çıxış eləyirəm. Yok, burada değil. Orta tarafı biraz eyni highlighterımızın parlaklığını vuracağım. Çünkü daha fresh görsənmək istəyirəm. Məncə qızlar bəsdir. Sizin hər an fikirlərinizə bizim ehtiyacımız var. Sağ olun.